Cabir Sıfıranki lipası ilə həmişə sürürdü və belini tanınmışdı. Maşın təmirli vəziyyətdədir, lakin Cabir qardaşımız bunu belə rənglətmirdi. Onun bir sözü var idi, həmişə bu söz işlədərdi. Deyir, mənim dünyamda maşın bəzəyi belə olur. Mən sürüş aləmində nəzərdə tutulmuş formada həyat sürürəm. Əsl sürüş maşını belə olur. Maşın dəmirçiyə gedir, amma rəngi aparmır. Bəli, maşını görürsünüz hal-hazırda təmirli vəziyyətdə dediyim kimi, amma qardaşımız sürərkən, hətta yəni gördüyünüz kimi bu lipa nömrə ilə həmişə sürür. Cabir Sıfıranki bu adla tanınır. Bütün vaz sürənlər məncə çox yaxşı tanıyır Cabir qardaşımıza. Hamımızın böyük hörməti var ona qarşı. Hamımızın bildiyi kimi bu maşın Dəbir adı ilə tanınır. Cabir həmişə bu maşını Dəbir adlandırırdı. Həmçinin Cabir qardaşımızın həmişə ən dəyərli hiss etdiyi bir söz var idi. Deyir, mənim ən çox xoşuma gələn söz dostlarımın sürüşünün xəstəsiyəm deməsi olur. Lakin nəinki dostlarının, hətta bütün bizlərin sevgisini qazanıb, hətta bizim də yəni öz sürüşü ilə xəstəsinə çevrilmişdir. Hal-hazırda maşının içini görürsünüz. İçi çıxarılıb, təmir olunacaq inşallah yaxın zamanlarda. Və Cabir qardaşımız həmişə deyir ki, mən ayaqla gedərkən tanışları görürdüm, yolda götürürdüm onları. Lakin onları apardığım ünvana düşəndən sonra qayıdıb mənə sağ ol demək əvəzinə dedilər ki, bir də sənin maşınına minməli. Hətta gedib nəzir qoyurdular ki, yəni bir də bu maşına minməyək. Yəni hər adam ürək edib bu maşına otura bilmir. Cabir qardaşımızın ən böyük arzusu dövlətlər arası maşın yarışlarının keçilməsi olmuşdur. Hətta demişdir ki, kaş dövlətlər arası yarışlar keçilərdi və orada Azərbaycanın nömrə 1 olduğunu mən sübut edərdim. Bir maraqlı söhbətlə danışım. Onun Facebookda yazdığı statuslarını oxuyuruq bizdə. Deyir ki, avtobusda oturmağın ayrı kaydı var imiş. Arxa stenkada 3-5 qaqaşın söhbətini eşidirəm. Arxadan nəsə dəhşət spor edirlər ki, Hamlet 079, Cabir 02, Rasim 097, yoxsa Elvin 023. Bunlar arasında sürüş keçilsə, kimi seçərdiniz? Hansı daha güclü sürərdi? Birinə qayıdıb dedim ki, Cabir Sıfıranki maşın sürə bilir, Cabir özü bunu deyildi. Qayıdıb həmin qaqaş da az qala məni öldürmüşdü. Heç fark eləmədim ki, Cabir Sıfıranki mənəm. Görün, yəni insanlar arasında çox sürüşü ilə tanınır ki, hətta Cabirin sürüşü haqqında davalar edilir. Bütün hər yerdə o öz sözünü demişdi. Azərbaycanda 7K peridokla sürənlərdən biri də öz sürüşü ilə hamının sevimlisinə çevirən şəxslərdən biri də Cabir Sıfıranki olur. Onun bir sözü var idi. Deyir, kompüterdə GTA oynamaq çox maraqlıdır. Mən isə bu GTA'nı həyatda oynayıyorum. Gördüyünüz kimi bu maşından öz GTA'sını, öz oyununu həyatda oynayıb çox peşəkar sürüşləri ilə yəqin ki, hamımız bu maşını görəndə bizim köhnə xatirələr yadımıza düşür. Cabir qardaşımızın paylaşdığı bir maraqlı sözü də sizə oxuyacağım. Yazıb ki, polislər mənim əlimdən yandıqları qədər mən onları sevirəm. Çünki onlar olmasa avtoxuliqanlıq sənəti yaddan çıxar. Avtoxuliqan vacib olan qədər polislər də vacibdir ki, avtoxuliqan rəqibsiz qalmasın. Matçı mənim rəqiblərimə, amma çox zəiflər, sürə bilmirlər, tez qırılırlar. Cabir qardaşımızdan bizə qalan xatirələrdən biri də Ağ 07-dir. Gördüyünüz kimi Qara 07 və Ağ 07. Ağ 07-də xatirələr çoxdur. Çünki gördüyünüz kimi hər tərəfi Cabirin şəkilləri ilə bəzənib. Bunun nömrəsi 10KG02, digər Qara 07-nin nömrəsi isə 90KG012. Piriborun üstündə Cabir qardaşımızın şəklini görürük. Arxa patpresdə də Cabir qardaşımızın şəkilləri vurulub. Maşının nömrəsi də kvadrat nömrə ilə Ağ 07-ni sürüb.
hazırda yanımızda Cabir